Salam uşaqlar. Deməli, işıq kvantları mövzusuna aid maraqlı bir sualın izahı ilə tanış olacağıq. Deməli uşaqlar, 2025 DİM test toplusundan olan 151 nömrəli test tapşırığıdır. Sualda bizə deyir ki, metalı fotonun enerjisi 4 elektron volt və 2 elektron volt olan monoxromatik işıqla şüalandırdıqda qopan fotoelektronların maksimal kinetik enerjiləri 5 dəfə fərqlənir. Elektronun metaldan çıxış işini hesablayın. Deməli uşaqlar, bizə Y foton 1-i verib nə qədər? 4 elektron volt, düzdürmü? Y foton 2-ni verib bizə nə qədər? 2 elektron volt. Və şagirdlər bizə deyir ki, bunların kinetik enerjiləri 5 dəfə fərqlənir. Amma bilmirik hansından böyükdür. Fotoeffekt üçün Einstein tənliyini yazanda Y foton bərabərdir A çıxış üzərinə gəlinsin Y kinetik max. Düzdür uşaqlar? Baxın, buradan görürük ki, maksimal kinetik enerji fotonun enerjisi ilə düz mütənasib şəkildə asılıdır. Yəni Y kinetik max fotonun enerjisi ilə düz mütənasib şəkildə asılıdır. Onda belə çıxır ki, hansının fotonun enerjisi böyükdürsə, onun kinetik enerjisi daha böyükdür. Və bu kinetik enerjinin maksimal qiymətləri bir-birindən 5 dəfə fərqlənirsə, baxın, bu birincinin enerjisi ikincidən böyük olduğuna görə deyə bilərik ki, birinci üçün kinetik enerjinin maksimal qiyməti ikinci üçün, yəni ikincidən 5 dəfə çoxdur. Yəni 5 Y2 kinetik max ifadəsini yaza bilərik. Deməli uşaqlar, fotoeffekt üçün Einstein tənliyini bura tətbiq etsək, iki hal üçün yazarıq. Bizdən gördüyümüz kimi çıxış işini soruşur. Deməli uşaqlar, necə bir ifadə yazaram? Baxın, yazaram ki, Y foton 1 bərabərdir A çıxış üzərinə gəlsin Y kinetik 1 max. Düzdürmü? Bir də yazaram Y foton 2 bərabərdir A çıxış üzərinə gəlinsin Y kinetik 2 max. İndi uşaqlar, verilən qiymətləri yerinə yazaq. Deməli Y foton 1 4 elektron voltdur, bərabərdir A çıxış üzərinə gəlinsin. Buna deməli Y kinetik 1-in yerinə baxın, 5 Y kinetik 2 max yaza bilərəm. Yazıram onda deməli 5 Y kinetik 2 max şəklində yaza bilərik. İkinci üçün yazsaq, ikinci halda fotonun enerjisi deməli 2 elektron volt bərabərdir A çıxış üzərinə gəlinsin elə Y kinetik 2 max şəklində yazalım. Gördüyümüz kimi burada bir sistem tənliyi almışıq. Tərəf-tərəfə çıxsaq, deməli 4 elektron voltdan 2 elektron volt çıxanda alırıq ki, 2 elektron volt bərabərdir. Buradan A çıxışlar gedir. 5 Y kinetik 2-dən Y kinetik 2-ni çıxanda bizə verir 4 Y kinetik 2-ni. Buradan da deməli Y kinetik 2 nəyə bərabərdir? 0,5 elektron volt. Bunu tapdıq uşaqlar. Bizə deyir ki, çıxış işini tap. Siz aldığımız bu qiyməti istənilən tənlikdə yerinə yazaraq çıxış işini tapa bilərsiniz. Məsəl üçün, bu ikinci ifadədə gətirirəm. Y kinetik 2-nin yerinə 0,5 yazıram. Onda necə bir ifadə alarıq? 2 elektron volt bərabərdir A çıxış üzərinə gəlsin. Y kinetik 2-ni almışıq 0,5 elektron volt. Buradan da çıxış işi bərabər olacaqdır 1,5 elektron volta. Müəllim, birinci ifadədə yerinə qoyub ala bilmərikmi? Əlbəttə ki, ala bilərsiniz. Məsəl üçün, burada yerinə qoyub hesablayası olsaq, onlar 4 elektron volt bərabərdir A çıxış üzərinə gəlinsin. Deməli, 5 vurulsun 1,5. Daha doğrusu 5 vur 1,5 yox. Deməli, A çıxışı nə Y kinetik 2-ni biz 0,5 tapmışıq da. Vurulsun 0,5 elektron volta. Buradan da deməli 4 elektron volt bərabərdir
A çıxış üzərinə gəlinsin. 2,5 elektron volt. Buradan yenə də biz çıxış işini tapası olsaq, 4 elektron voltdan 2,5 elektron volt çıxanda cavabımız yenə də 1,5 elektron volt olacaqdır. Yəni uşaqlar, əsas yekinetik 2-ni tapmaq idi. Getdik. Aldığımız qiyməti yerinə qoyduq və çıxış işini təyin etdik. Belə şagirdlər, inşallah növbəti izahlarda görüşənə qədər. Sağ olun.